Mingəçevirdə 2 nəfərin ölümündə təqsirləndirilən sürücülər Ülvi Hətəmov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hətəmov və Əhmədovun hər biri 5 il 6 ay azadlıqdan məhrum edilib və onlar məhkəmə zalında həbs olunublar. İttihama görə hadisə Mingəçevir şəhəri Samur küçəsində baş verib. Şəhər sakini Ülvi Hətəmovun idarə etdiyi Mercedes-Benz və Əhməd Əhmədovun idarə etdiyi Qaz 3110 avtomobilləri toqquşub. Hadisə nəticəsində Qaz 3110 avtomobilindəki sərnişinlər Azərişıq Açıq Səhmdar Cəmiyyətinin mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin əməkdaşları 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov və 1965-ci il təvəllüdlü yolçu Cavadov aldığı xəsarətlərdən ölüblər. Hər iki sürücü isə xəsarət alıb. Xatırladaq ki, Qaz 3110 avtomobilinin sürücüsü Əhməd Əhmədov Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Elektrik Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi işləyib.